Salam əziz şagirdlər. Bugün 22 oktyabr 2025 Beynəlxalq Olimpiadalar Mərkəzinə seniorların seçmə imtahanının suallarını müzakirə edəcəyik. Bu imtahanda keçən əvvəlki illərdə RFO-da medal qazanmış qaliblər iştirak edibdi və düşünüldüyü kimi də RFO-dan finaldan daha çətin suallarla qarşı-qarşıyayıq. 4 sual verilib. Saat olaraq səhvim yoxsa 4 saat yarım olmalıdır. Gəlin vaxt itirmədən sualların izahına keçək. Birinci sualda deyir ki, 1-dən 2006-ya qədər ədədlər veribdi və M çoxluğunun içində veribdi. Bunun elə bir alt çoxluğunu seçiblər ki, buradakı heç bir 2 ədədin cəmi üçüncüsünü bölmür. Deyir, bu alt çoxluğun mümkün olan ən çox element sayısını tapın. Tamam. Gəlin həllinə keçək. İstəsəniz birinci konstruksiya ilə başlaya bilərik. Yəni cavabın nə olduğunu təxmin etməyə başlasaq, bizim məsələmizin həlli daha rahat olar. Düzü, bir çox şagird bunu çox rahatlıqla tapıbdı. Balaca ədədlər üçün yoxlayandan sonra böyük ədədlər üçün də cavabın 1003, 1004, 2006-ya qədər ədədlər üçün ödəndiyini göstəriblər. Həqiqətən də burada heç bir 2 ədədin cəmi üçün bölmür. Çünki istənilən 2 ədədin cəmi ən az budur, hətta üçüncüdən, yəni digər ədədlərdən böyükdür. Və burada neçə dənə ədəd var? 1004 dənə ədəd var ki, şərti ödəyir. Tamam. Bəs bunu necə ispat edə bilərik ki, 1005 ödəmir, 1006 ödəmir? Bunun konstruksiyası necədir? Gəlin ona baxaq. Birinci ideyanın hardan gəldiyini demək istəyəcəm. Mən gəlin ədədləri seçməyək. Elə ən birinci 2006-nın seçilib seçilməməsinə baxaq. Tutaq ki, 2006 seçilibdir. Bizim ədədlər arasında, yəni şərti ödəyən 1005 dənə ya 1006 dənə ədəd arasında 2006-nı seçiblər. 2006 seçilibsə, biz hansı ədədləri seçə bilmərik? Gəlin onlara baxaq. 1, 2005. 2, 2004. Və s. gedir neçəyə qədər? 1002, 1004-ə qədər. Və əlavə bir dənə də 1003-ü seçə bilərik. Tamam. Bu nə deməkdir? Bu deməkdir ki, mənim yığdığım çoxluqlar elə çoxluqlardır ki, bu çoxluqlardan hər birindən ən çox bir dənə seçə bilərik. Niyə? Çünki ikisini də seçsək hansısa bir çoxluqdan bu xaric. Bu ədədlərin cəmi 2006-ya bərabər olacaq. Bəs yaxşı, burada neçə dənə çoxluq var? 1002 dənə. 1002 dənə çoxluğun hərəsindən maksimum bir dənə seçsək və 1003-cü çoxluqdan da bir dənə ədəd seçəndə cavab nə olur? Buradan 1003-də də seçirəm, buradan bir ədəd olur 1004. Və bizə bu bir ideya verir. 2006-nı seçsək cavab 1004-dür. İndi istəsəniz yoxlaya bilərik ki, məsələn, 2006-nı seçməsək cavab 1004 deyil. Məsəl üçün 2005. Bu sadəcə intuisiyanın hardan gəldiyidir. Əgər 2005-i seçmişik, 2006-nı seçməmişiksə, hansı ədədləri seçə bilərik? 2004, 2, 2003 və s. belə gedir 1002, 1003-ə qədər. Tamam. Burada fikir versəniz, yenə eyni məntiqlə buradan cəmi hər bir çoxluqdan ən çox bir dənə də seçə bilərik. Onda maksimum neçə dənə seçə bilərik? 1002 dənə. 1002 dənə buradan da seçsək, bir dənə də 2005-in özünü seçsək, alınır 1003 dənə. Fikir verin, 2006-nı seçməyən kimi cavabımız 1003-dür. Yəni 1004-dən daha kiçikdir. Bəs yaxşı, bu bir intuisiyanın gəlməsinin yoludur. Bəs necə ispat edə bilərik ki, bu həqiqətən də doğrudur? Biz bunun üçün induksiya istifadə edəcəyik. İnduksiyamızın şərti nə olacaq? Ədədimiz cüt ədəddir deyə 2n üçün cavab nədir? 1006-nın yarısı üstə gəlir 1. Yəni bizim hipotezimiz budur ki, 2n üçün cavab nədir? N plus 1. Yəni maksimum ədəd x olsun, x kiçik bərabərdir n plus 1. Yəni ən çox n plus 1-dən ədəd seçə bilərəm, bunu ispat edəcəyik. İstəsəniz basic case'lərə baxa da bilərik, baxmaya da bilərik, amma basic case'lər çox asandır. Yəni n-in yerinə 1 qoya bilmərik, bir halı yoxdur. 2 qoyaq. 2 qoysaq alınır nə? 1, 2, 3, 4. 1, 2, 3, 4-dən deməli 3 dənə ədəd seçə bilərik. Həqiqətən də 3 dənə ədəd, yəni 2, 3, 4-ü seçmək mümkündür. Heç bir 2 ədədin cəmi üçüncüsünü bölmür. Amma 4 ədədi seçsəniz, yəni hamısını seçsəniz, görəsiniz ki, məsələn 1 üstə gəlir 2, 3-ü bölür. Deməli n2 üçün şərt ödənir. Gözəl. Eyni məntiqlə 2n üçün ödənirsə, gəlin ispat edək ki, 2n plus 2 üçün də ödənir. Fərz edək ki, cavab həqiqətən 2n üçün n plus 1-dir, 2n plus 2 üçün
şərtin ödənib ödənmədiyini göstərək. Elə 2006-2005 üçün elədiyimiz taktikanı təzədən eləyəcəyik. Əgər bizə yeni əlavə ədəd nə əlavə olundu? Yəni 1-dən 2-yə qədər ədədlərimiz var. Bizə 2 dənə ədəd əlavə olundu. 2n plus 1 və 2n plus 2. Tamam. Biz ispat eləsək ki, bu ədədlərdən ən az bir dənəsi və buradakı ədədlərdə istifadə olunur, məsələ bitir. Yəni bu ədədlərdən ən az birini istifadə eləsəm və əvvəlki ədədləri istifadə etsəm, məsələ bitir. Necə ispat edək? Yenə eyni məntiqlə. Deyək ki, 2n plus 2-ni istifadə eləmişik. Bu arada, əgər bu ədədlərdən heç birini götürməsəm, cavab yenə n plus 1 kiçik bərabərdir x-dir. Yəni cavabımız nədir? Ən çox n plus 1 dənə ədəd götürə bilərəm, əgər bunlardan götürməsəm. Deməli, məcburam ki, induksiyamı ispat eləmək üçün bunlardan birini götürüm. Tamam. Təsəvvür edək 2n plus 2-ni götürmüşük. 2n plus 2-ni götürmüşüksə, onda biz ədədləri yenə çoxluqlara çeviririk. 2n plus 1, 2, 2n və s. gedir neçəyə qədər? N və n plus 2 olmalıdır. Və axırda bir dənə də ədədimiz var nə? N plus 1. Tamam. Biz göyərçin yuvası prinsipinə görə və yaxud da göyərçin yuvası prinsipinə görə bu çoxluqların hərəsindən birinə götürə bilərik. Maksimum n dənə. Buradan da bir dənə ədəd götürürük. N plus 1 dənə, yəni bunlardan cəmisi n plus 1 dənə ədəd seçmək mümkündür. Maksimum. Əgər n plus 2 ədəd seçsək, göyərçin yuvası prinsipinə görə ən az bu çoxluqlardan birindən 2 ədəd seçmişik. Amma bu da bizim iddiamıza səhvdir ki, 2n plus 2 həmin ədədlərin cəminə bərabərdir. Deməli, biz 2n plus 2-ni götürəndə tapırıq ki, n plus 2 ədəd seçmək mümkündür. Və maksimum variant da budur. Yəni, alıb ən çox seçə biləcəyimiz ədəd n plus 2-dir. Tamam. Deyək ki, 2n plus 2-ni seçmirik. Yəni, bizim elə bir ədəd variantımız var ki, 2n plus 1-i götürəndə, məsələn, n plus 2-dən, yəni axtardığımız bu cavabdan daha böyük bir ədədlər ardıcılığı tapmaq mümkündür. Deyək 2n plus 2-ni götürməmişik. Onda məcburuq ki, 2n plus 1-i götürək. Dediyək ədədlərdən birini ən az götürməliyik. Heç birini götürməsək, cavab n plus 1-dir. Onda 2n plus 1-ə baxaq. Əgər 2n plus 1 götürsək, cavab nə olacaq? 1, 2n. 2, 2n minus 1. Və s. gedir neçəyə qədər? n plus 1. Bu çoxluqların hərəsindən ən çox bir dənə ədəd götürə bildiyimizə görə, cəmi bu çoxluqlardan ən çox neçə ədəd seçmək olur? N dənə. N dənə ədəd buradan, bir dənə də ədədimiz 2n plus 1 götürəndə cavab n plus 1-dən kiçik olur x. Aha, bu da bizim isbatımızı tamamlayır ki, induksiyada isbat eləmək istədik ki, 2n plus 2 halında, yəni n bərabərdir 2n yox, 2n plus 2 halında cavabımız ən çox n plus 2 ola bilər və onun üçün konstruksiyamız da var. Yəni, konstruksiyamız nədir? Ən böyük ədədləri seçmək. Konstruksiyanı da yazaq mı? Yazaq. N plus 2, n plus 3, belə gedir. 2n plus 2-yə qədər. Yəni, konstruksiyamız elə bizim orijinal məsələdə verilənlə eynidir. Çünki buradakı heç bir 2 ədədin cəmi 3-cüyə bölmür. Çünki 2 ədədin cəmi 3-cüdən böyükdür. Deməli, ispat elədik ki, əgər 2n plus 2-ni istifadə eləsək, cavab n plus 2 almaq mümkündür. 2n plus 2-ni istifadə eləməsək, məcburuq 2n plus 1-i istifadə edək. Bu zamanda maksimum cavab n plus 1-dir göyərçin yuvasına görə. Əgər 2n plus 1-i də istifadə eləməsək, onda bizim cavabımız nə olacaq? İnduksiyamıza görə burada cavab n plus 1 olacaq. Hansı ki, bu da yenə də şərti ödəyir. Amma bizə lazım idi ki, ən böyük ədəd neçədir? n plus 2 olduğunu ispat edək. Bu da birinci sual. Məncə həlli görəndən sonra sual asandır, amma həlli görmədən bilmirəm nə qədər asandır bir insan üçün bu həlli görmək. Amma yəni belə suallarda göyərçin yuvasının hardasa tətbiq olunduğunu təxmin etmək asandır. Keçək növbəti sualımıza. Elə A natural ədədlərini tapın ki, istənilən n böyük bərabərdir 5 natural ədədi üçün 2 üstü n çıx n kvadrat A üstü n çıxılsın n üstü A-nı bölər. Gəlin həllinə baxaq. Bu sual mənim biraz vaxtımı alan suallardan idi. Yəni, cavabı tapmaq asandır, amma başqa cavabın olmadan ispat eləmək istəsi biraz vaxtımı aparmışdı. Maraqlı bir hadisə baş verir. Normalda belə suallarda nə edirik? Yəni, standart yanaşmalardan biridir ki, bir dənə P ədədi götürürük, 2 üstü n çıx n kvadratını bölür. Sonra P-nin bu ədədi bölməsi haqqında maraqlı ifadələr tapırdıq. Prosto həmin P ədədini tapandan sonra mən xüsusi bir P ədədi olmasını istəyirəm. Ona görə də
Elə bir p axtaracağam ki, 100% əminəm ki, bu ədədi bölür. Tamam. N-in hansı qiymətində bu p ədədi bunu bölür, onu axtaracağam. Və mənim ağlıma nə gəlir? Burada qüvvət var. Bir qüvvətin p modunda verdiyi qalğı bildiyimiz teorem nədir? Yəni p-yə bölünəndə verdiyi qalğı bildiyimiz teorem Fermat teoremidir. Onda p-ni 2-dən böyük götürürəm və yaxud da 3-dən böyük bərabər bir p götürürəm. Onda n-in yerinə n-1 qoyuram. Yəni n-in yerinə bərabər p-1 yazıram. Gəlin görək nə baş verir. 2 üstü p-1 çıxılsın p-1-in kvadratı. Yəni bunu yoxlamaq olar. Məsələn, mən bundan qabaq p+1 yoxlamışdım. Yaxud da p yoxlamışdım. İndi n bərabərdir p-1-in daha yaxşı ədəd olduğunu görəsiniz. 2 üstü p-1 Fermat teoreminə görə neçə qalıq verir? 1 qalıq verir. Bəs yaxşı, 1 çıxılsın p-1-in kvadratı nə verəcək? p-1 verəcək, bu 0 verəcək, burada -1 qalacaq. 1 çıxılsın -1-in kvadratı. Bu da bərabərdir 0 mod p. Bu nə deməkdir? N-in yerinə hansısa bir p ədədi qoyanda, p-1 ədədi qoyanda, həmin bu ədəd soldakı ədəd p-yə bölünür. Tamam. İndi gəlin sağı araşdıraq. Sağda nə baş verəcək? P bölür A üstü P-1 çıxılsın P-1 üstü A. Tamam. Əslində baxanda burada iki hal nəzərə alına bilər. Mən əslində fikirləşdim ki, əgər A ilə P qarşılıqlı sadədirsə, A ilə B qarşılıqlı sadədirsə, bu arada yəni yanlış toxunmalarımızı göstərirəm ki, yəni mən həlli birbaşa tapmamışam. A ilə P qarşılıqlı sadədirsə, onda həqiqətən A üstü P-1 verəcək 1 qalıq. Bu ifadə verəcək -1 üstü A qalıq. Bizə lazımdır ki, bu ifadə P-yə tam bölünsün. 1 çıxılsın -1 üstü A nə vaxt P-yə bölünür? A cüt olanda. Mənim tapdığım birinci ifadə A cüt olmağı idi. Amma sonra fikirləşdim ki, A bizə verilibdir. A deyək bir fix ədəddir. Fix. Əgər A fix ədəddirsə, birdən böyüksə, A birdən böyüksə, bunun bir dənə sadə ədəd böləni olmalıdır. Düzdür? A birdən böyüksə, bunun sadə böləni varsa, maraqlı şeylərdən danışa bilərik. Amma mən təsəvvür edəcəm ki, A 2-yə bölünmür. 2 bölmür A-nı. Tamam. A 2-yə bölünmür, A birdən böyükdür. Onda deməli A-nın bir dənə tək böləni olmalıdır. Düzdür? Deyək ki, bir dənə Q ədədimiz var və yaxud da P ədədi A-nı bölür. Qarşılıqlı sadə deyirlər. Mən istəyirəm ki, problem yaransın. Nə vaxt problem yaransa, o vaxt məsələnin cavablar çoxluğu azalacaq. Əgər P A-nı bölürsə, sağ tərəfdə nə qalacaq? Deməli, bu ifadə 0 qalıq vermiş olacaq. Bu olacaq 0 qalıq. Deməli, P böləcək nəyi? -P1, P-1 üstü A-nı. Bu da nəyə bərabərdir? -1 üstü A. Və bu da ziddiyyətdir. Bir sadə ədəd -1-in və yaxud da 1-in qüvvətini bölə bilməz. Buradan nə nəticəyə gəlirik? Bu arada biz P-ni 3-dən böyük bərabər götürmüşdük. Nəyə görə 2 halına baxmıram? Çünki P 2 deyil. P 3-dən böyük bərabər olanda bu məsələ yaxşı həll olur. Fermat teoreminə görə. Çünki P-ni 2 qoyanda n bərabərdə 1 alınır. Bu da bizim axtardığımız həll deyil. Tamam. O zaman mən nə tapdım? Tapdım ki, əgər A-nın bir dənə tək sadə böləni varsa, həmin tək sadədən -1 üstü A-nı bölməlidir. Amma bu da doğru deyil. Nə vaxt bu doğru deyil? N-in yerinə P-1 qoyanda. Biz niyə ziddiyyət tapdıq? Çünki deyir ki, istənilən natural ədəd üçün n böyükdür bərabərdir 5 natural ədəd üçün ödənməlidir. Və mən göstərdim ki, n bərabərdir P-1 halında A, bu sağ tərəfdəki ifadə P-yə bölünmür. Tamam. Onda bizim bir çox həllimiz yox oldu. Məsələni ödəyə biləcək neçə hal qaldı? A bərabərdir 1 halı, bir də A ancaq 2-yə bölünür bu hallar. Deməli, bizim tapdığımız nədir? A bərabərdir 1 və yaxud da A bərabərdir hansısa bir 2 üstü K-ya bərabərdir. A1 halını həll etmək asandır. A-nın yerinə 1 qoysaq, 2 üstü n çıxılsın n kvadrat bölür 1 çıxılsın n-i. Mən elə bunun yerinə bir dənə ədəd qoyub da tapa bilərəm. Elə n-in yerinə 5 qoyanda belə şərt ödəmir. N bərabərdir 5 şərt ödəmir. N-in yerinə 5 qoyanda 7 bölür -5-i ödəmir.
Deməli A1 halında həll yoxdur. A1 halı doğru deyil. Tamam. Gəldik məsələnin əsas hissəsinə. A bərabərdir 2 üstü K. A bərabərdir 2 üstü K halı. İndi biz burada yoxlama eləyirik. Mən müəyyən qədər yoxlama eləyirəm. Görək K-nın hansı qiymətlərində şərt ödəyir. Birinci K1-ə baxıram. K1 yəni A bərabərdir 2. Əgər A 2-yə bərabər olsa 2 üstü n yaranır. Burada da n üstü 2 yaranır. 2 üstü n çıx n kvadrat, 2 üstü n çıx n kvadrat. Bu soldakı ədədlə sağdakı ədəd bərabər olduğu üçün bu hər zaman soldakı sağdakını tam bölür. Yəni n-in istənilən qiymətində. Deməli K1 bizim həllərimizdən biridir. Şərti ödəyir. Eyni məntiqlə K2 də ödəyəcək. Niyə? Çünki K2 olduqda bu ifadə olacaq nə? 2 üstü 2n. Yəni A bərabərdir 2 üstü 2 olanda burada olacaq 2 üstü 2n çıxılsın n üstü 4. Və mən buna kvadratların fərqini tətbiq eləsəm 2 üstü n çıxılsın n kvadrat vurulsun 2 üstü n plus n kvadrat alınacaq. Və bu ifadə də soldakına bölünür. Çünki bu sağda da var. Yəni bunun hər hansısa bir qatı olacaq sağdakı ifadə. Deməli K2 də şərti ödəyir. Bunu buranı silək. K2 də şərti ödəyən həllərdən biridir. Gözəl. İndi mən claim edirəm ki, K böyük bərabərdir 3 olduqda həll yoxdur. Bu mənim claimimdir. Bu claimə gəlməzdən qabaq birinci K3 halını yoxladım. Gəlin K3 halına baxaq. K3 onda çıxılsın n üstü 2 bölür 2 üstü 3n çıxılsın o bir ədəd nə idi? N üstü 2 üstü 3 və yaxud da n üstü 8. Tamam. Gəlin digər intuisiyaya, məsələnin həllinin, başqa həllinin olmadığının intuisiyası hardan gəlir, ona da baxaq. Mən birinci 3 halını həll etməyə çalışdım, görüm, cavabını necə tapa bilərəm. Çox şey yoxladım. Axır tapdığım cavablardan biri nədir? Deməli, əgər bu ifadə buna bölünürsə, onda bunun hər hansısa bir qatını sağdan çıxsam, yenə də bölünəcək. Yəni, heç bir problem yoxdur. Onda mən bu ifadəni bir dənə n üstü 6-ya vururam ki, n üstü 8-lər geçsin. Bunu n üstü 6-ya vururam və sağdan çıxıram. Yəni, çıxılsın, n üstü 6 vurulsun, 2 üstü n, çıxılsın n kvadrat. N üstü 6 vur mənfi n kvadrat edir. Mənfi 8, n üstü 8. Mənfi n üstü 8 ilə müsbət n üstü 8 biz birilərini islah edəcək. Mən sizə qısa konkret cavab nə qalır onu göstərim. 2 üstü n çıxılsın n kvadrat vurulsun 2 üstü 3n çıxılsın n üstü 6 vur 2 üstü n. Və mən burada 2 üstü n çıxardıram bayrağa. 2 üstü n çıxardıram bayrağa. 2 üstü 2n çıxılsın n üstü 6 qaldı. Və mən burada maraqlı bir taktika işlədirəm. Yəni bu ifadə deyir ki, buna bölünür. Mənə buna tam bölünməyi vacib deyil. Mənə maraqlıdır ki, bu 2 üstü n çıx n kvadrat 2 üstü n-ə toxunmasın. Ona görə n təkdir götürək. N tək olsun. N tək olanda nə baş verir? Bu ifadə tək ədəddir. Tək ədəd cüt ədədin nəsə bir qatını bölür. Amma bu ədədin heç bir təsiri yoxdur. Yəni bu ədəd heç cürə buna bölünə bilməz. Yəni tək ədəd cüt ədədi bölünməz. 1 deyilsə təbii ki. Və bu da 1 deyil. Onda buradan nə çıxır? Tapılır ki 2 üstü n çıxılsın n kvadrat bölür 2 üstü 2n 2 üstü 2n çıxılsın n üstü 6. Aha, deməli nə baş verdi? Əvvəl 2 üstü 3n çıx n üstü 8 idi. İndi oldu 2 üstü 2n çıxılsın n üstü 6. Bunu yenə n üstü 4-ə vurub sağdan çıxsam, daha sonra alınacaq bu ifadə. 2 üstü n çıxılsın n kvadrat bölür 2 üstü n çıxılsın n üstü 4. Bir də tətbiq edirəm. Da artıq sağdan soldakı ifadəni çıxıram. Nə nəticə çıxır? 2 üstü n çıxılsın n kvadrat bölür n kvadrat çıx n üstü 4. Mən istəyirəm bu müsbət ədəd olsun. Yəni n kvadrat çıx n üstü 4 əgər 2 üstü n çıx n kvadrata bölünürsə, əksi də bölünəcək. 2 üstü n çıx n kvadrat bölür
n üstü 4 çıx n kvadratı. Düzdürmü? Soldakı ifadə və n kvadrat da qarşılıqlı sadədir. Soldakı ifadənin n kvadrat qarşılıqlı sadədir. Niyə? Hər hansısa bir p ədəd, əslində göstərə bilərəm ki, p ədədi bunu bölmür, amma bunu bölür istənilən p üçün. Amma yəni başqa cür isbat edəcəm. 2 üstü n çıxılsın n kvadratla n kvadratın əbobuna baxacağam. Evklid algoritminə görə biz böyükdən balacadan çıxırıq, amma mən istəyirəm n kvadratı soldakından əlavə edeyim. Çünki heç nə dəyişmir. Alınır 2 üstü n ilə n kvadratın əbobu. N də tək ədəddir. 2 üstü n ilə n kvadrat əbobu 1 olacaq. Deməli, n kvadratın heç bir rolu yoxdur. 2 üstü n çıx n kvadratına bölünməkdə. Buradan nə nəticə çıxır? 2 üstü n çıxılsın n kvadrat. Ancaq n kvadrat çıx 1-i bölür. Aha. Və mən iddia edirəm ki, bu sağdakı ədəd bir nöqtədən sonra soldakından balaca olacaq. Niyə? Çünki eksponensial artım kvadratik artımdan çox böyükdür. Yəni biz bunu daha sonra isbat edə bilərik ki, 2 üstü n çıxılsın n kvadrat böyükdür n kvadrat çıx 1. Və bu mənim fərziyyəmdir, bilmirəm. Sual işarəsi. Bunu sağa ataq. Deməli 2 üstü n böyükdür 2n kvadrat çıxılsın 1. Hələ də fərziyyəmdir. İndi mən əgər isbat eləsəm ki, 2 üstü n əslində böyükdür 2n kvadrat, bu da zaten böyükdür 2 üstü n kvadrat çıxılsın 1-dən. Düzdür? İndi mən bunu isbat eləməyə fokuslanıram. Hər tərəfi 2-yə bölürəm, 2 üstü n çıx 1 böyükdür n kvadrat. Və biz bunu induksiya ilə isbat eləyə bilərik. N nə bilim, 8-dən sonra deyəsən bu doğru olacaq. Yəni n 8-dən böyük bərabər olduqda, n böyük bərabər 8 olanda 2 üstü 7 mən bilən 128 olmalıdır. 32 64 128. Bəli, n böyük bərabər 8 olanda sol tərəfdəki ifadə, yəni bu ifadə sağ tərəfdəki ifadədən böyük olur. Və bu da mənim intuisiyam. Mənim intuisiyam K3 sual üçün budur. İndi mənim ümumiləşdirəcəm biraz, çox da detallara girməyəcəm. K böyük bərabərdir 3 olanda isbat edəcəm ki, həqiqətən bu doğrudur. 2 üstü n çıxılsın n kvadrat bölür 2 üstü 2k 2 üstü kn çıxılsın n kvadrat idi. N üstü a. Yəni n üstü 2k. 2 üstü k. Tamam. Mən bayaqki mərhələləri, yəni bunu isbat da eləmək olar. Mən sadəcə video uzun olmasın deyə qısa kəsəcəm. Bu mərhələləri tətbiq eləməklə necə ki bu nəticəyə gəldik, yəni n kvadrat çıx 1. Eyni məsələn burada da şifahi şəkildə yazacağam. Yəni müəyyən oxşar stepləri, oxşar addımları tətbiq eləyəndən sonra alacağımız nəticə budur. 2 üstü n çıx n kvadrat bölür. Bu 2 üstü nk azalacaq. N azalacaq. K çıx 1, k çıx 2. Yəni k adamı tətbiq eləyəndən sonra yerdə qalacaq. 2 üstü n çıxılsın. N üstü 2 üstü k və qüvvət nə qədər azalır? Qüvvət həmişə 2-2 azalacaq. Və k dəvə tətbiq elədiyim 2k azalmış olacaq qüvvət. Bəli, axırda buna gəlib çıxacağıq. Və biz demişdik ki, k böyük bərabərdir 3. K-nın böyük bərabər 3 olmasının səbəbi nədir? Bu ifadə heç olmasa 0-dan böyük olsun. Yəni mənfiyə falan getməsin. Bir də 2 üstü n çıx n kvadratını sağdan çıxıram. Alınır nə? 2 üstü n çıxılsın n kvadrat. N kvadrat çıxılsın n üstü 2 üstü k çıxılsın 2k. Yenə işarənin tərsinə çevirirəm. N kvadratı çölə çıxardıram. N kvadrat zaten bununla qarşılıqlı sadədir. Yəni bayaqki mərhələlərdən sonra nəticə bu qalacaq. 2 üstü n çıx n kvadrat bölür n üstü 2 üstü k çıxılsın 2k çıxılsın 2 və bu çıx 1 qalacaq. Yəni bunu tərsinə çevirdim. Tərsinə çevirdiyim ifadədən də bunu n kvadratı çölə çıxartdım və yox elədim. Çünki n kvadratla bu ifadə qarşılıqlı sadədir. İndi mənim bir dənə iddiam var. Sağ tərəfdəki ədəd nə olacaq? Sabit olacaq. Yəni bu qüvvət sabit ədəddir, düzdür? Və böyükdür 0. Hətta böyükdür 1. K3 olanda nə olur? Böyük bərabərdir 0 deyək. Zaten 0 olduğu hal bəllidir ki, səhvdir. Böyük bərabər 0, 1 C ədədi olsun. C. Və sabit ədəddir. Deməli 2 üstü n çıx n kvadrat bölür n üstü c çıxılsın 1-i. Mən ispat edəcəm ki, sol sağdan tez böyüyür.
Burada alınacaq nə? 2 üstü n. Mənim iddiam budur ki, n kvadrat böyükdür. Sual işarəsi n üstü c çıxılsın 1. Bunu sağ tərəfə atıram. 2 üstü n böyükdür. N üstü c çıxılsın, üstü gəl n kvadrat çıx 1. İndi mən, bu çox da maraqlı bir ədəd deyil. Mən istəyirəm ki, bu ortaya bir dənə ədəd salım. Əgər isbat etsəm ki, 2 üstü n böyükdür 2 n üstü c-dən. Tamam. Gəlin fikirləşək C0, C1 hallarını qırağa atım. Çünki əgər C0 1 olanda mən istəyirəm ki, əslində 2 üstü n böyükdür 2 n üstü c-ni isbat edeyim. Çünki bu ifadə zaten bundan böyükdür. Çünki n üstü c n kvadratdan böyük olacaq. Nə vaxt? C böyük bərabər 2 olduqda. C böyük bərabər 2 olduqda həqiqətən bu ifadə n üstü c üstü gəl n kvadrat 1-dən böyük olacaq. Prosta C0, C1 hallarını istəsəniz özünüzdə baxa bilərsiniz. C0 və C1 hallarında bu ifadə çox balaca olacaq. Və yenə bayaq isbat elədiyimiz kimi, yəni bu yollarını isbat edə bilərik. Onda video qısa olsun deyə fərz edirəm ki, bu doğrudur və C böyük bərabərdir 2-dir. 0-1 hallarına baxmışıq, təsəvvür edin. Buradan nə nəticə çıxır? Buradan nəticə çıxır ki, 2 üstü n çıx 1 böyükdür n üstü c. Buradan sonrasını törəməyi nə də eləmək olar sözün açığı? Yəni törəməyi nə eləmək olar ki, sol tərəf sağ tərəfdən daha tez böyüyür. Yəni sol tərəfi nə qədər törəmə alırsınız alın, böyükdür 1 olacaq. Sağ tərəfin törəməsi isə bir nöqtədən sonra 0 olacaq. Amma mən daha fərqli bir üsul axtarmağa çalışdım. N-in yerinə bir dənə, onsuz N-in yerinə ürəyimiz istəyən hər şeyi qoya bilərik. N-in yerinə 2 üstü bir dənə T qoydum. N 2 üstü T olanda nə baş verir? 2 üstü 2 üstü t çıxılsın 1 böyükdür. Hələ sual işarəsidir hələ də. 2 üstü tc. Deməli, sol sağdan böyük olar nə vaxt? Ancaq 2 üstü t çıx 1 böyükdür nədən? tc olduqda. 1-i sağa atıram və yaxud da elə mən ispat edə bilsəm ki, 2 üstü t böyükdür 2 tc-dən məsələ bitər. Düzdür? Hər tərəfi 2-yə bölürəm. Alınır nə? 2 üstü t çıx 1. Bu solda sağda sola bölülən bölünsün t. Böyükdür nədən? C-dən. C sabit ədəddir. Amma sol tərəfdə 2 ifadə isə böyüyür. Yəni siz bunu artıq induksiya edə bilərsiniz və yaxud da başqa yollarla ispat edə bilərsiniz ki, və yaxud da törəmə ala bilərsiniz ki, bu ifadənin törəməsi 0-dan böyükdür, bu ifadənin törəməsi isə 0-dır. Və yaxud da elə bu ifadə bir nöqtədən sonra t-ni çox böyük götürsək, sağdakı ifadəni keçir. Və bununla da ispat elədik ki, əgər 2 üstü n çıx n kvadratda k böyük bərabər 3 olduqda, sağdakı ifadə, soldakı ifadədən bir nöqtədən sonra nə olacaq? Kiçik qalacaq. Artıq siz burada n 2 üstü t-ni yaxşı ədəd götürüb, ispat edə bilərsiniz ki, soldakı ifadə sağdakından böyükdür. Ümid edirəm qaranlıq qalan bir şey yoxdur. Çünki bu sualda rahatlıqla səhv eləmək olar bu hissədə. Yuxarı hissəsi tam əminəm ki, doğrudur. Aşağı hissəsində isə C0 1 hallarına ayrıca baxmaq olar. C böyük bərabərdir 2 halını isə mən sizə göstərdim ki, həqiqətən sol sağdan böyükdür. Yaxşı sualdır, amma biraz vaxtımı apardı. Yəni, sualların həlləri var idi, fərqli rahat həllər tapılmışdı. Mən isə öz ağlıma gələn, öz variantımı istədim ki, sizinlə bölüşüm. Çünki fərqli həll olması daha yaxşıdır. Və həmçində ideyanın hardan gəldiyini bilirik. Keçək növbəti suala. Bir həmdisə sualı verilibdir. İstəsəniz oxuya bilərsiniz. Mən sizə sadəcə sualı özüm də oxuyub göstərə bilərəm. Gəlin məsələnin şərtini elə mən fikrimdən deyim sizə və şəkli də gözünüzün qabağında olsun. Bizə sualda verib ki, BHC-nin xaricinə bir çeviri çəkirlər. H hündürlüklərin kəsişmə nöqtəsidir. BHC-nin xaricinə bir çeviri çəkirlər. Baxın, bu çevrə bizim həmin çevrədir. Və deyir, həmin çevrə AB-ni və AC-ni D və Y nöqtələrində kəsir, gördüyünüz kimi. Tamam. Sonra DY xətti çəkilib. Sonra DY xətti çəkilib və DY xəttinin B-dən çəkilən hündürlüklə və C-dən çəkilən hündürlüklə kəsişmə nöqtələrini qeyd ediblər. P və Q. Burada qeyd ediblər ki, BH ilə DY-nin kəsişmə nöqtəsi P-dir, CH ilə DY-nin kəsişmə nöqtəsi Q-dur. Daha sonra AHB-ni xaricinə çevrə çəkiblər və AP-ni uzadıblar, kəsişdiriblər bu çevrə ilə X nöqtəsində. Bir daha deyirəm. AHB-ni xaricinə çevrə çəkiblər,
AP-dən keçən xətti uzadıblar, X-i kəsişdiriblər. Eyni məntiqlə AHC-ni xaricinə çevirə çəkiblər, AQ-dan keçən xətti uzadıb Y-də kəsişdiriblər. Məsələ bizdə sondan nə istəyir? Bizdə sondan istəyir ki, XY-nin BC-yə paralel olduğunu göstərəsiniz. Hər nə qədər bu şəkildə yaxşı düşməsə də paralellik, yəni paralel deyil şəkildə. Amma yenə də üzərində işləmək üçün kifayət qədər yaxşı bir şəkildir. Ona görə gəlin işimizi burada davam edək. Birinci mənim qeyd etmək istədiyim bir neçə claim var. Claimdən əlavə ABC-yə, ABC bucaqlarına alfa, beta və gamma deyəcəm. Bunu birinci qeyd etmək istəyirəm. Üst bucağın daxili bucaqların cəmi də 180-dır. Yəni bunların cəmi 180-dır. Tamam. İndi gəlin məsələyə başlayaq. Çox qarışıq məsələ kimi görünür, amma bir dənə intuisiya verə bilərəm ki, orta senter, hündürlük olan məsələlər, çevrə olan məsələlərdə ya angle changing-dən konsayklik çevrilərdən başqa çox da bir şeyə ehtiyac qalmır. Yəni tərəflərin uzunluğu, median falan verilmədiyi müddətcə belə şeylərə, əlavə şeylərə ehtiyac yoxdur. Tamam. Mənim claim 1-im nədir? Claim 1. Yəni birinci tapdığım qayda nədir? AH bərabərdir DH bərabərdir HY. AH ilə DH-ın bərabər olduğunu göstərsəm zaten kifayətdir məncə. Belə daha rahatdır. AH və DH xəttlərini çəkdim. Daha rahat olsun ki, göstərə bilim. AH ilə DH-ın bərabər olmağı nə deməkdir? Bərabər olmağı deməkdir ki, DAH ilə HDA-nın bərabər olduğunu göstərim. Yəni oturacaq bitişik bucaqlar bərabər olsun. Bu necə isbat edəcəm? Birinci sizə göstərmək istəyirəm ki, əslində biz BAH üst bucağını betadan asılı bilirik. Yəni H-dan keçən A-dan AH uzadılanda olur hündürlük və bu 90-dırsa, bura betadırsa, BAH bucağı nə olacaq? 90 çıx beta. BAH bərabərdir 90 çıx beta. Belə xətlə də çəkə bilərik. Tamam. BH 90 çıx betadır. İsbat edəcəm ki, əslində ADH da 90 çıx betadır. Necə isbat edəcəm? Sizdən fikir vermənizi istəyirəm bu nöqtələrə. B, D, H, C. BDHC-nin xaricinə çevrə çəkilə bilibdir. Düzdür? Onda mənim bu bucağım, yəni ADH bucağım əslində nəyə bərabərdir? Bu bucağa bərabərdir. Yəni HCB bucağına. Niyə? Çünki mənim əgər bir dənə çevrəm varsa, yəni 4 bucaqlım var, çevrəm var, onda bizim bir dənə teoremimiz var. Bura alfadırsa, qarşı tərəflərin cəmi 180-dır. Burada 180 çıx alfadır və onun qonşu bucağı da olacaq alfa. Yəni bu çöldəki bucaq bu içdəki bucağa bərabərdir. Gözəl. Onda mənim bu bucağım əslində bu bucağa bərabərdir. Bəs yaxşı, HCB bucağı nəyə bərabərdir? Bura 90-dır, bura betadır, onda HCB bucağı nə olacaq? HCB bucağı da bərabərdir 90 çıx betaya. Deməli, bu iki bucağın ikisi də HCB ilə BH 90 çıx beta olduğu üçün isbat olunur ki, AH bərabərdir DH-a. Oxşar qayda ilə AH bərabərdir YH-da tapıla bilər. Və biz bununla isbat edirik ki, birinci claimimiz həqiqətən də doğrudur. AH, HD və HY bərabərdir. Keçək ikinci hissəyə. İkinci claimim budur ki, AHDP saykilikdir. Yəni AHPD nöqtələri bir çevir üzərindədir. Və mən bunu isbat eləmək üçün bir neçə variant var. Yəni hamısını yoxlayandan sonra ən rahat üsulun DAH ilə DPH-ın cəminin 180 olduğunu isbat eləmək olduğunu tapdım. Yəni bunların cəmi 180-dırsa, bunlar saykilikdir. Niyə bunu götürdüm? Çünki DAH-ı bilirəm. DAH nəyə bərabərdir? Bayaq dedik. 90 çıx betaya. İndi isbat edə bilsəm ki, DPH da 90 plus betadır, məsələ bitir. Çünki qarşıların cəmi 180 olacaq.
Onda mən bu hissəyə baxacağam. Bu bucaq haqqında nə deyə bilərik? Birinci, əslində mən bayaqları isbat eləmişdim. İndi bir də isbat eləyim mi? Hə, əslində o qədər də çətin deyil. Deməli, birinci mən bu bucağı tapacağam, sonra 90, sonra bu bucağı tapacağam. Fikir versəniz, B, D, Y və C bir çevre üzərindədir. Bu bucaq betadırsa, onda biz bu bucağı da betadı deyə bilərik. Çünki bir çevre üzərindəsə, bayaqları qayda göstərdik ki, bu daxili bucaq bu çöldəki bucağa bərabərdir. Bu betadırsa, bura betadır. Onda bura nə qalacaq? 90 çıx beta. Onda içəri nə qalacaq? 90 plus beta. Deməli, tapdıq ki, bu B bucağı bərabərdir AYD-yə. Yəni, B bucağı bərabərdir AYD-yə. Və biz buradan tapdıq ki, HPY bərabərdir 90 çıxılsın beta. Eyni məntiqlə buradan da tapdıq ki, HPD bərabərdir 90 plus beta. Və biz bundan da ispat edirik ki, HPD 90 plus betadır, DAH bərabərdir 90 çıx beta, onların cəmi də 180-da bərabərdir. Bununla claim 2-miz də ispat oldu. Və hətta oxşar şəkildə AHQ'ye də cyclic çıxacaq. Bunu da qeyd edəcəm. Gəlin keçək 3-cü claimə. Mənim 3-cü claimim isə indi AH-ın HX-ə bərabər olduğunu ispat eləməkdir. AH bərabərdir HX-ə. Oxşar qaydada AH-la da HY-nin bərabər olduğunu göstərəcəm. Gəlin xətti çəkək. Amma mən istəyirəm buranın birinci silim. Çox xoşuma gəlməməyə başladı. Tamam. Gəlin biraz bucaqlarla oynayaq, görək nə tapa bildik. Mən bu xətti çəksəm, fikir verin, X AHXB-nin üzərindədir. Və AXH nəyə söykənir? AXH söykənir nəyə? AH-a. Eyni çevrədə B də həmin çevrənin üzərindədir. ABH da eyni yerə söykənir. Bərabərdir ABH-a. Amma ABH-ın nə olduğunu bilirik. Bura 90-dır, bura alfadır. Deməli, ABH, yəni bu bucaq nə olacaq? Bura 90, bura alfadırsa, bura 90 çıx alfadır. Deməli, bərabər 90 çıx alfaya. Hər ikisi də. Bu bucaq da, daha doğrusu bu bucaq və bu bucaq, hər ikisi də nəyə bərabərdir? Hər ikisi də AH-a baxır və hər ikisi də 90 çıx alfadır. Mən ispat edə bilsəm ki, əslində burada da 90 çıx alfadır. Çünki niyə? HAX üçbucağında HAX ilə HX-a 90 çıx alfa olsa ikisi də, onlar nə olacaq? Bərabər olacaq. AH ilə də HX bərabər çıxmış olacaq. İndi bunu ispat eləmək üçün nə edəcəm? Mən bu bucağa baxacam. Bəs bu bucaq nədir? Bu görən 90 çıx alfadırmı? Fikir versəniz, yadınızdadsa AHDP demişdi ki, cyclicdir. Düzdür? Onda əslində HAP-nin baxdığı bucaqla HD-nin P-yə baxdığı bucaq, yəni bu bucaqlar bərabərdir. İspat edə bilsəm bunu, məsələ müəyyən qədər bitmiş olacaq. Bəs yaxşı, bunu necə ispat edəyək? Bunu ispat eləmək üçün əslində bir neçə yol var. Mən bayaqları istifadə elədiyim yolu göstərəcəm sizə. Bayaq demişdik ki, bura nədir? Əslində bu bucağı bilirik. Bütün bucağı bilirik əslində. Bura betadır, bura alfadır. Deməli, bu üçbucaqda, yəni ADY üçbucağında bura olacaq gamma. Niyə? Çünki üçbucağın daxili bucaqlarının cəmi 180-dır. Biri B'dir, biri alfadır, biri də gamma olmalı ki, cəm 180 olsun. Və bura gammadır. Amma bu hissəni bayaq tapmışdıq ki, bura 90 çıx betadır. Tamam. Gammanın balaca bir hissəsi 90 çıx betadırsa, görən HDQ nəyə bərabər olacaq? HDQ bərabərdir gamma çıxılsın 90 plus beta. Bu da bərabərdir gamma plus beta çıxılsın 90. Gamma plus beta 180 çıx alfaya bərabərdir. Daxili bucaqların cəmi 180-dan. Bura 180 çıx alfa olanda 180 çıx alfa çıx 90 bərabərdir 90 çıxılsın alfa tapılmış olur. Deməli, HDQ 90 çıx alfadır. Eyni məntiqlə AHDP cyclic olduğu üçün HAP 90 çıx alfa tapılır. Və bununla da ispat edirik ki, AH ilə
hx bərabərlər hy-də bərabərdir. Keçək digər claimimizə. Bu 3 claimdən nə çıxdı? Biz fikir versəniz tapdıq ki, AH DH ilə HY-yə bərabərdir. Həm də HX ilə HY-yə bərabərdir. Deməli H elə bir nöqtədir ki, A-ya da, D-yə də, X-a da, Y-yə də, Y-yə də eyni məsafədədir. Onda biz buradan nəsə çıxardırıq? Buradan tapırıq ki, əslində A, D, X, Y, Y cyclicdir. Tamam. Bu bizim əlimizdə tapdığımız materiallardır. Yəni biz bunlara elə bir alətlər kimi istifadə edəcəyik ki, axırıncı nöqtəyə, yəni XY ilə BC-nin paralel olduğunu isbat edəcəyik. Tamam. Mənə elə gəlir bunlar kifayətdir bizə. Onda biz başlayaq son mərhələyə. Artıq bizə lazım olan, angle chasing'dən lazım olan məlumatları tapdım. İndi isbat edəcəm ki, əslində XY ilə BC də paraleldir. Mənə DXY-nin bir çevrə üzərində olmağı kifayət idi bu arada. Yəni bütün bu mərhələlərin hamısı buna gəlib çıxmaq idi. İndi əgər biz XY xətti çəksək və BY xətti çəksək, fikirləşin. 2 paralel xətt var və belə bir fiqur var. Bura elə bir XY-dir, burada BC-dir. Mən isbat edə bilsəm ki, bununla bunun cəmi 180-dır, məsələ bitir. Düzdürmü? Elə biz gəlin də bunu isbat edək. Mən birinci sizə göstərəcəm ki, əslində XBC bucağı çox sadə bir bucaqdır. Amma onu tapmazdan qabaq birinci bu bucağı tapacam. Birinci mən sizə ABX bucağının nə olduğunu göstərəcəm. ABX. Niyə ABX? Çünki ABX nə bucağıdır? ABX-in ABXH üzərində yerləşdiyini bilirik. Bu ABX-in qarşı tərəfi də AHX-dir. Bunlar bir çevrə üzərində olduğu üçün onda bu əslində 180 çıxılsın AHX-ə bərabərdir. AHX. Çünki bir çevrə üzərindədirlər. Qarşılarının cəmi 180 olması üçün AHX 180 çıxılsın bu ifadəyə bərabərdir. Tamam. Mən AHX-i daha rahat tapa bilirəm ona görə. Çünki bayaq dedik ki, bura 90 çıx alfa idi. Burada 90 çıx alfa idi. 90 çıx alfa. Əgər HAX ilə HX-a 90 çıx alfadılarsa, AHX nə olacaq? 2 alfa. Tamam. AHX bu da bərabər nə? 180 çıxılsın 2 alfaya. Tamam. Deməli, ABX 180 çıx 2 alfadır. ABC-nin özündə bir betadır. Düzdür? Onda bizə nə nəticəsi qalır? Qalır ki, XBC bərabər nəyə? Bütün hamısından, yəni bütün betadan çıxıram nəyi? 180 çıxılsın 2 alfanı. 180 2 alfanı çıxanda üstü gəl 2 alfa qalır. Tamam. Əslində burada nə çıxır? Bu beta üstü gəl 2 alfa çıxılsın 180-da bərabərdir. Tamam. İndi mən XBC-ni bilirəm. Betadan, alfadan asılı. İndi axtaracam görüm, bəs BXY nəyə bərabərdir? İkinci məqsədim BXY-ni tapmaqdır. BXY-ni tapmaq üçün mən istifadə edəcəm bu tərəfi, BXA-nı. Bir də istifadə edəcəm nəyi? AXY-ni. Bu ikisini tapsam, BXY-ni tapmış oluram. Gəlin görək hansını tapmaq daha rahatdır. AXB. Ha tərəfə baxır. AB-yə baxır. AB-yə baxan başqa kim var? AHB. Düzdür? AHB bucağını tapmaq mümkündür. Düzdürmü? Necə tapacağıq AHB-ni? Biz bilirik ki, bura nə idi? Bayaqları yadınızdadırsa, bunu tapmaq asandır. Hər dəfə hündürlüyü çəkib 90 kəsişdirib bu bucağı tapmaq olur. Burada 90 çıx betadır. Burada 90 çıxılsın alfadır. Yəni, bura dediyim nədir? ABH 90 çıx alfadır. BAH isə 90 çıxılsın betadır. Onların cəmi nə edir? 180 üstə gəl alfa deməli. Gəlin yazaq, yaxşısı. BAH bərabərdir 90 çıx alfa. HBA bərabərdir 90. BAH düz yazdım mı? Yox. BAH 90 çıx betadır. Burada 90 çıx alfadır. Tamam. Onda AHB nəyə bərabərdir? AHB bərabər nəyə? Bunların cəmi 180 çıx alfa plus betadır. Burada qalacaq alfa plus beta. Deməli, AHB nəyə bərabərdir? Alfa plus betaya. Deməli,
Yine A, H, X, B'nin konsaykllik olmasından bura alfa plus beta çıxır. Gözəl. Məsələn, bir hissəsi tamamlandı. İndi gəlin keçək ikinci hissəyə. Görən A, X, Y nəyə bərabərdir? Bunu tapmaq üçün mən istifadə edəcəm A, D, X, Y, E-nin sayklik olmağına. Bu xətti çəkirəm və fikirləşirəm. Bu bucaqdan bura necə hoplana bilərəm? Bu tərəf nəyə bərabərdir? Bunlar axı bir çeviri üzərindədir. A, X, Y, Y. Bura nəsə bir qiymətdirsə, məsələn, bura X-dırsa, bura 180 X-dir. Yəni, gəlin birinci A, Y, Y-ni tapaq, sonra A, X, Y çıxacaq ortaya. Və maraqlı bir şey var. A, Y, Y-nin hansı hissəsini bilirəm mən? Betanı. Yəni, A, Y, D-ni bilirəm. Əslində, D, Y, Y-ni tapsam, məsələ bitəcək. Mən axtarıram nəyi? D, Y, Y-ni. D, Y, Y bucağı bu bucaqdır. A, D, X, Y, Y bir çeviri üzərində olduğundan baxıram D, Y qövsünə. D, Y, Y, D, Y qövsünə söykənir. D, A, Y də nəyə? D, Y söykənir. Yəni, bu bucaqla bu bucaq eynidir. D, A, Y. Onda gəlin D, A, Y-ni tapmağa çalışaq. D, A, Y-nin bu hissəsini bilirik. Bu hissəsi nəyə bərabərdir? D, A, H hissəsi 90 çıxılsın betadır. Onda bizi maraqlandıran hissəsi nədir? Bizi maraqlandıran hissəsi bu balaca hissəni tapmaqdır. H, A, Y-ni. H, A, Y, əslində H, A, Y hara yazaq? H, A, Y bərabər nəyə? H, A, Y H, A, Q-ya bərabərdir. H, A, Q-da H, Y, Q-ya bərabərdir. H, A, Q bərabərdir H, Y, Q. Yəni, bu xətt əslində yaxşı görünmür. Əslində, ora yox, bura olmalıdır. Bu çevrədir üstüdür. Biz bu bucağı axtarırıq. Bu bucaq həm də nəyə bərabərdir? Bu bucağa, yəni H, Y, Q-ya. Səbəbi nədir? Biz bayaq dedik ki, A, H, Q, Y bir çeviri üzərindədir. Tamam. H, A, Q ilə H, Y, Q bir-birlərinə bərabərdir. Bunu tapsaq məsələ bitir. Yəni, bura 90 çıx betadır, bu hissəsi qalıbdır. Bəs bu bucaq nəyə bərabərdir? İndi onu fikirləşək. Biz bayaq demişdik ki, DH HY-yə bərabərdir. Düzdürmü? Onda bir çeviri üzərində idi axı. Biz dedik DH bərabərdir HY-yə. Onda əslində HYD ilə HDY bərabərdir. Yəni, bu bucaq da bunlar bir-birlərinə bərabərdir. Və mən bayaqları yadınızda da tapmışdım. Bu bucaqlar nəyə bərabərdir? 90 çıx alfaya. Əslində bir də göstərə bilərəm mi? İndi onu fikirləşirəm. Göstərə bilərəm, bəli. Bayaq yadınızda siz dedik ki, PAH nəyə bərabərdir? PAH 90 çıx alfadır. Biz bunu göstərmişdik. PAH-ın 90 çıx alfa olduğunu isbat eləmişdik. Deyə hətta burada da işarəsi yazmışıq. 90 çıx alfa. Həmin 90 çıx alfa HP-yə baxır. Həmin HP-yə baxan kimdir? HDP. Deməli, 90 çıx alfa. Gəlin bunu yazaq. Çünki belə daha yaxşı olar. 90 çıx alfa bərabərdir HAP-yə. HAP-yə. AP-yə. O da bərabərdir. Dedik AHPD bir çeviri üzərindədirsə HDP-yə bərabərdir. HDP-yə bərabərdir. HDP də dedik ki, HD ilə HY bərabərdir. Bunlar bərabər yanını üçbucaq əmələ gətirir. HDP də HYQ-yə bərabərdir. HYQ-yə bərabərdir. Və HYQ da dedik ki, hansı qövsə söykənir? HQ-ya. HQ-ya söykənən HYQ-dur, bir də HAQ-dur. HAQ-ya bərabərdir. Və bununla da biz HAQ-nu da tapmış oluruq. HAQ-nu tapmaq nə deməkdir? DAY-ni tapmış oluruq. Deməli, DAY nəyə bərabərdir? DAY bərabərdir 90 çıx alfa. Üstə gəlinsin. Yəni, bu tərəf 90 çıx alfadır. Bu tərəf isə 90 çıx betadır. DAH hissəsi 90 çıx betadır. 90 çıx beta. Bu da eləyir nə? 180 çıxılsın. Alfa plus beta. Bu da bərabər nəyə? Qammaya. DAY qammaya bərabər imiş. DAY qammaya bərabərdir. Onda bu hissədə, yəni bunun hamısı bərabər nəyə? Qammaya. Tamam. Deməli, AY alfa plus gamma plus betadır. AEY gamma plus betadırsa, onda AXY, gəlin yazaq. Bayaq yazmışdıq. Gəlin bir daha yazaq. AXY
AXY bərabər nə dedik? 180 çıxılsın AYY. Bir çevrə üzərindədirlər axı. Qarşıların cəmi də 180 olmalıdır. Olacaq nə? HAEY yazaq. Gəlin AEY yazaq. Və AEY-in də cəmi beta üstəgəl qammadır. 180-dan beta üstəgəl qamma çıxanda nə olur? Bura bərabər olur alfaya. Всё. Biz buradan tapdıq ki, AXY bərabər nəyə? Alfaya. Tamam. AXB alfa plus betadır. AXY alfadır. Onda BXY nəyə bərabərdir? BXY bərabərdir. Bir nöqtənin ətrafında bir tur 360 dərəcədir. 360-dan çıxırıq nəyi? 2 alfa plus betanı. 2 alfa plus betanı olacaq BXY. Tamam. Bu bizim ikinci nəticəmizdir. BXY bərabər 360 çıxılsın 2 alfa plus beta və XBC bucağı bərabərdir. Demişdik ki, beta üstəgəl 2 alfa çıx 180. Onların cəmi nə eləyir? Yəni bu ikisinin cəmi neçə eləyir? 360 çıx 180. 2 alfa plus beta ilə beta plus 2 alfalar gedir. Bu bərabərdir 180-da. Və biz bununla da isbat elədik ki, həqiqətən də BC XY paraleldir BC-yə. Və bununla məsələ bitmiş oldu. Tamam. Çox yazı yazdıq, çox qatışıqdır, həqiqətən bilirəm. Amma bu şəkli bir 3-4 dəfə çəkib yenidən yaza tapmaq mümkündür. Yəni hər kleymi isbat eləyəndə şəkil çəkmək daha əlverişlidir. Mən artıq suala hakiməm deyə bu kleyimləri eləyib və bu bucaqları görə bilirəm. Bir daha üstündən gedək. AHDH HY-nin bərabər olduğunu göstərdik. Sadəcə angle chasing-dən, alfa betalarla. Oxşar məntiqlə AHDP, AHKU-nun, QY-nin cyclic olduğunu göstərdik. Yenə bucaqlarla və AH-ın HD olduğunu bu səfər istifadə elədik. Çünki biz buranı 2 beta tapmışdıq və buranın da 2 beta olduğunu göstərmişdik. Sonra göstərdik AH, HX, HY bərabərdir. Onu necə isbat eləmişdik yadıma düşmür. Sözün açığı. Çox uzun getdi məsələ. Sonra buradan bu üçünü isbat eləyəndə tapdıq ki, ADXY cyclicdir və qarşı tərəflərin cəminin 180 olmanı istifadə eləyərək birinci AXY-ni, sonra AXB-ni tapdım. Bu tərəfi tapmış oldum. Yəni əslində BXY-ni tapmış oldum. Sonra isə ABXH-ın bir çevrə üzərində olmağından tapdım ABX-i. ABX-i tapanda isə əslində buranın da nə olduğunu tapdım. Beta üstəgəl 2 alfa çıx 180 bir dənəsidir. O biri bucaq isə 360 çıx 2 alfa plus betadır. Onların cəmi 180-dır. Deməli, XY ilə də BC paraleldir. Məsələ də bitmiş olur. Uzun sual idi, amma maraqlı bir həndisə sualı idi. Çox da çətin deyil. Ən azından bu kleyimlərin hər hansısa bir dənəsini eləmək, ümid edirəm ki, müəyyən bala tuş gəlir marking şemada. Keçək növbəti sualımıza. Gəlin keçək son sualımıza. Deməli, bizə həqiqi müsbət ədədlərdən həqiqi müsbət ədədlərə funksiya veribdir. XY müsbət həqiqi ədədlər olmaq şərti ilə. Və biz bu funksiyanın funksional tənliyin həllərini tapmalıyıq. Gəlin keçək həllimizə. Sözün açığı ən çox vaxtımı aparan suallardan biri buydu və sualın tam orijinal həlli hamısı mənə məxsus deyil. Yəni injektivliyi olan hissəsini özüm isbat edə bilməmişdim. Müəyyən qədər gəlmişdim, onu sizə göstərəcəm. Ondan sonrası isə elə outputdan kömək alaraq bitirməyə çalışacağıq. Əsas o da öyrənməkdir, yəni baya düşməkdir. Gəlin birinci nəyi tapmışam? Gəlin onu deyim. XY müsbət ədədlər qoyula bilir. Əgər həqiqi ədədlər qoyula bilsəydi, 0 falan qoyub maraqlı bir şey tapmaq istəyərdim. Amma ən birinci ağla gələn x1, y1 qoymaqdır. x1, y1 qoyanda bir nəticə tapılır ki, f1 bərabərdir f1 üstəgəl 1 bərabərdir 2f1. Və buradan nəticə çıxır ki, elə bir dənə funksiyanın qiyməti var ki, ff1 üstəgəl 1 bərabərdir 2-yə. Tamam. Bu nəticə bizim üçün vacibdir. Və biz bu hissəyə bir dənə c ədədi deyə bilərik ki, fc bərabərdir 2. Və biz bunu gələcəkdə istifadə edə bilərik. Tamam. Bu hissəsini tapmaq asandır. Bundan sonra nə qədər uğraşsaq da çox da qeyri-adi bir şey tapılmır. Hətta bir dənə maraqlı şey o tapıla bilir ki, c ilə bağlı. İndi yerinə qoyub sizə göstərməyə çalışacağım.
x-in yerinə c qoyub maraqlı bir şey tapmaq olur. Əgər x-in yerinə c qoysaq, fc bərabərdir 2 olduğundan 2f y plus 2 bərabərdir fc kvadrat üstəgəl fcy. cy. Tamam. Biz burada ne edirik? Burada da y-in yerinə də c qoyanda, burada 2 dənə fc kvadrat əldə edir. Burada 2fc üstəgəl 2 alınır. Yəni 2fc plus 2 bərabərdir 2fc kvadrat. Tamam. Buradan tapılır ki fc plus 2 bərabərdir fc kvadrat. Belə də tapmaq olar. Və yaxud da başqa bir ideyada gələ bilər ki, gəl bu y plus 2 ilə cy bərabər olacaq şəkildə bir y seçim. Bunu eləmək mümkündür. Y plus 2-ni cy-yə bərabər edib, y-ni z-dən asılı bir qiymət tapıb, yerinə qoyanda bununla bu islah olar və fc kvadrat həmin ədədə bərabər olar. Amma sonda nəticə buna oxşar bir şey çıxacaq. Və mən bunu görəndə fikirləşdim ki, c əgər 2 deyilsə, c 2-yə bərabər deyilsə, bu ifadə mənə c-nin başqa bir qiymətini tapmağa kömək edir. Əslində c-nin qiymətini tapmaq istəyirəm. C kvadratdan c plus 2 eyni nöqtəyə ışınlanırsa, yəni x verirəm, eyni y-ni alıramsa, mən burada bir şeydən şübhələnirəm ki, görən f injektivdirmi? F injektivdirmi? Əgər f injektiv olarsa, mən bunların içindəki c plus 2 ilə c kvadratını bərabərləşdirə bilərdim. Sonra araşdırmağa keçə bilərsiniz. Əslində məsələnin başında deməliydim. Bu funksiyanın həlləri nədir? Ən sadə həll yoxlaya bilərsiniz. Fx bərabərdir kx. Bunu yerinə qoyanda tapasınız ki, əslində fx bərabərdir x çıxır. Fx bərabərdir x çıxır. Bunu tapmaq asandır. Bir də sabit bir həllimiz var. Əgər bunların hamısı bir sabit ədəd olsa, sabit ədəd, burada alınır məsələn bir c ədədi. C kvadrat bərabərdir 2c. Yəni ikinci sabit həllimiz nədir? C kvadrat bərabərdir 2c. Yəni f funksiyası 2 olduqda bu da məsələnin bir həllidir. Məsələnin həllərini neylədik? Fərz elədik. Bu məsələnin həllərini niyə fərz edirəm? Çünki əgər fx bərabərdir x-dirsə, bu funksiya onsuz da injektivdir. Onda mən şübhələnə bilərəm ki, əgər f-in injektiv olduğunu isbat eləsəm, c qiymətini taparam. Amma f sabit 2 olsa, f injektiv deyil. Yəni A ilə B bərabər olmaq zorunda deyil. Hər yerdə 2-yə bərabərdir. Tamam, bu mənim müəyyən qədər gəldiyim yoldur. Hətta sualın yazanından da, yəni sualın həllini yazanlardan bir dənə də qəşəng injektivliyə aid maraqlı bir şey çıxıb. Normalda biz injektivliyi həqiqətən f-a bərabərdir f-b götürüb A-nın B-yə bərabər olması ilə göstərirdik. Mən burada bunu niyə çalışmadım? Əslində çalışdım, amma istədiyim nəticəni vermədi. Çünki mən istəyirəm ki, çöldə qıraqda bir dənə x və yaxud da y olsaydı, x-a A versəm, A ilə B bərabər ola bilərdilər. Amma o variantı görmədiyim üçün, yəni mən injektivlik variantını çox da yoxlamamışdım. Amma f-a-nın f-b-yə bərabər olmağını yoxlayıblar və maraqlı bir nəticə tapdılar. Gəlin fərz edək ki, f-a bərabərdir f-b. Hər hansısa bir A böyükdür B üçün. Bunlar bərabər olmasınlar. Onda buradan nə nəticə çıxır? Tamam. Deməli, hər iki tərəfə AB qoyaq. X-a A qoyaq. Y-ə B qoyaq. Buradan nəticə çıxır ki, f-a. Hətta gəlin sağ tərəf birinci yazaq. f-a kvadrat üstə gəl f-ab. Bəlkə a-a qoyaq. F-a-a qoymaq daha məsləhətlidir. Tamam, f-a-a yoxlayaq. Y də A olsun. Onda sağ tərəf alınacaq f-a kvadrat. 2 f-a kvadrat alınacaq. Sol tərəfdəki ədəd f-a. F-a, f-a üstə gəl A alınacaq. Bərabərdir f-a vurulsun f-a üstə gəl A. Amma üstə gəl A mənə çox da xoş gəlmədi. Bu üstə gəl A olmamalıydı. Yəni burada başqa bir ədəd istifadə olunmalıydı. Gəlin y-yə toxunmayaq, elə x-i çevirək. Ancaq x bərabərdir A olsun. X bərabərdir A olanda f-a kvadrat
Üstə gəl f(a)y. Birazdan bəlkə də y-in yerinə başqa bir şey qoyacağıq. Bərabərlik f(a) vurulsun f(a) plus y. Tamam. Və mən əslində sağ tərəfdə biz bilirik ki, f(a) bərabərdir f(b)dir axı. Onu da əvəz edə bilərəm. f(a)nın yerinə f(b) yazıram. Vurulsun f(b) üstə gəl y. Onsuz da bu da nəyə bərabərdir? Bu da bərabərdir f(b)nin kvadratı, yəni orijinal ifadə. Orijinal ifadə elə bir a-nın yerinə b qoymuşuq. Üstə gəl f(b)y. Tamam. Deməli buradan nə tapdıq? Əslində f(a) kvadrat f(a)y ilə f(b) kvadrat f(b)y bərabərdirlər. Y-in yerinə də 1 qoyaq. İndi y-in yerinə 1 qoyanda nə olur? Burada f(a) alınır. Burada da f(b) alınır. Və f(a) ilə də f(b)nin bərabər olduğunu biliriksə, bunlar islah olur. Biz nəticə tapırıq ki, əslində f(a) kvadrat bərabərdir f(b) kvadrat. Tamam. Bu bizim axtardığımız nəticələrdən ilkidir. Gözəl. f(a) kvadrat f(b) kvadrat. Gəlin bunu yuxarı yazaq. Deməli, bütün hamısını sildirəm həqamənin. Biz buradan nəticə tapdıq ki, əslində f(a) kvadrat bərabərdir f(b) kvadrat. f(a) kvadratın f(b) kvadrat olduğunu necə istifadə edəcəyik? Burada. Artıq x-in yerinə a yazanda sağ tərəflə sol tərəf yenə bərabər olacaqlar. Prosto birinə fikirləşməliyəm. Buradan başqa nəsə çıxır. X-in yerinə a yazaq. İndi sadəcə x-in yerinə a yazaq. Onda sol tərəf bərabərdir f(a). Vurulsun f(a) üstə gəl y. Bu da bərabər nəyə? f(a) kvadrat üstə gəl f(a)y. İndi burada y-in yerinə də a yazsaq olarmı, olmazmı onu fikirləşirəm. Y-in yerinə a yazsaq olarmı? Yəni y-in yerinə a mı yazsaq, b mi yazsaq? f(a) kvadrat bərabər b-nin kvadratını istifadə eləmək istəyirəm. Gəlin hətta bu ifadəni bərabər eləyək nəyəsə. Bu ifadə əslində nəyə bərabərdir? Aha, bu ifadə həm də bərabərdir. f(b) vurulsun f(b) üstə gəl y. Bəli. Və bu əslində nəyə bərabərdir? Bu da əslində normalda bərabərdir f(b) kvadrat üstə gəl f(b)y. Tamam. Bayaqki ilə əslində eyni şeyi aldıq. Prosto burada fərq ondan ibarətdir ki, artıq mən y-in yeni 1 qoymaq zorunda deyiləm. f(a) kvadratla f(b) kvadrat gedirlər və buradan tapıram ki, f(a)y bərabərdir f(b)y. Bəs bu mənə nə nəticə verir? A böyükdür b-dirsə, onda y-in yerinə yazıram 1b böl a. A böl b. A böl b birdən böyük olacaq şəkildə bir dənə y. Və vurulsun y yazıram hətta. Vurulsun y. Tamam. Y-in yerinə yazıram a böl b vur y. Hansı ki a böl b birdən böyükdür. Axı a böyükdür b. Və bu bizə nə verəcək? Burada alınacaq. Hətta bunu səhv yazdım. Yoxsa yox. Tamam. Deməli biz buradan tapırıq nəyi? A böl b vur y. Bu alınacaq. A kvadrat bölünsün. Yaxşı olar ki biz gəlin burada y-in yerinə elə bir əvəz eləməliyik ki, bu ifadə dönüşsün nəyə? F(y)-yə. Onda əvəz edirəm nəyi? Y böl b-ni. Y-in yerinə y böl b yazanda solda alınır f a böl b vurulsun y bərabərdir f(y)-yə. Tamam. Bu bizə nə deyir? Y-in hər hansısa bir qatı f(y)-yə bərabərdir. Yəni istənilən bir dənə sabit qat var ki, onun sabit qatları həmişə bir-birinə bərabərdir. Və burada a böl b birdən böyükdür uşaqlar. A böyükdür b olduğu üçün a böl b böyükdür birdən bir ədəddir.
Və biz buna bir k desək, buradan nəticə çıxır ki, fy bərabərdir hər hansısa bir ky-yə. Tamam. İndi biz fərz eləmişdik ki, a böyükdür b. Əgər a bərabərdir b çıxsa, bu nə deməkdir? Bu o deməkdir ki, əslində f injektivdir. Yəni a bərabərdir b isə f injektivliyi çıxır. A-nın b-dən böyük nəzərə aldıq və fy bərabərdir ky kimi bir dənə şey tapdıq. Hansı ki, k a böl b-yə bərabərdir. Buradan sonra maraqlı bir dənə əvəz eləmə gəlir. İndi biz bunları silə bilərik. Gəlin son nəticəyə baxaq. Artıq a-ya b-yə ehtiyacımız yoxdur. Biz bir dənə k böyükdür 1 götürmüşük. Hansı ki, fx bərabərdir fkx. Mən bu k-nı qoyanda çox maraqlı şeylər tapa biləcəm. Görəsiniz. Gəlin. X qalsın. Hətta x-in yerinə də qoya bilərik. Yəni kx, amma çox da fərqi yoxdur. Amma y-in yerinə k qoyaq. Y bərabərdir k qoyaq. Y bərabərdir k qoymamızın bizə nə xeyri olacaq? İndi görəsiniz. fx vurulsun fx üstü gəl k bərabərdir f k kvadrat f x kvadrat üstə gəl f hətta y-in yerinə k vur y yazıram. Yəni y k yazıram. Bu mənə daha xeyirlidir. Çünki y-ni idarə edə bilirəm. Onda fx kvadrat burada qalacaq fky. Y-in yerinə ky yazanda. Və ky niyə istifadə elədim? Çünki mən bilirəm ki fkx x-ə bərabərdir axı. Bu da fx kvadrat üstə gəl y-yə bərabərdir. Və bu da əslində bizim orijinal ifadəyə fx vurulsun fx vurulsun üstə gəlinsin y-yə bərabərdir. Yəni mən ky-ni yazdım ki, bu ky təzədən dönüşsün orijinal y-yə. Və biz bu ifadə bizə məsələdə verilib ki, buna bərabərdir. Yəni məsələdə veriləndən istifadə edirik. fx-lar gedir, müsbət ədədli, hər tərəfi ixtisar edirəm. Buradan tapılır nə? Aha, buradan nəticə çıxır ki, fx üstə gəl yk bərabərdir fx üstə gəl y. Kaş əlimizdə elə bir x qiyməti olaydı ki, bu f-dən də qurtulardıq. Məsələnin içləri bərabər olardı. Bizim yadımızdasa bir dənə c-miz var ki, fc 2-yə bərabərdir. Gəlin yerinə qoyaq. Onda x-in yerinə c qoyanda tapılacaq. yk üstə gəl 2 bərabərdir nəyə? f y plus 2-yə. Prosto bu belə y ilə k-nın vurulması yaxşı deyil. Gəlin biz bu k-dan da qurtulaq. Bizim yadımızdadırsa dedik ki, əgər kx varsa, bunu hər tərəfin k-yə böləndə yenə x alınır. Onda mən bu ifadənin hamısını k-yə bölsəm, yenə nəyə bərabər olacaq? Bu içəridəkin k-yə bölsəm, yenə də ifadənin qiymət dəyişməyəcək. f y üstü gəl 2 böl k bərabərdir fy plus 2 tapırıq. Və bu da bizim nəticələrimizdən biridir. Gözəl. Bu nəticəni tapmaq üçün bu boyda yoldan keçdik. Gəlin onu da götürək yuxarı aparaq. Bu nəticələri tapmağı özüm də bacardım. Yəni müəyyən qədər bura qədər gələ bildim. Buradan sonrası artıq gəlin bir yerdə öyrənək. Çünki bunun həlli yazılıb. Buradan sonrasının həlli çox da intuitiv deyil fikrimcə. O həllə baxaq görək bizə nə deyir. Deməli mən burada yer ayırmışam. Bunun üçün yox, bunun üçün. Birinci bizə deyir ki, bunu tapın. fx gəl 2 böl p fx plus 2-yə bərabərdir. Yəni bunu tapdıq. Gözəl. Yəni bu hissəsi bundan sonrası mənə məxsus deyil. Yəni bunları tapmaq olur. Bundan sonrasını tapmağı mən bacarmadım. Bu vaxtım olmadı çox da baxmağa. İndi bunu istifadə edib nə edirlər? Tamam. fx plus 2 bu hissəsini tapmışıq. Yəni bu doğrudur. İndi burada maraqlı bir şey deyirlər. X, y plus 2 qoyurlar. Bir də x, y plus 2 böl p yazırlar. Gəlin yazaq. F, x, y plus 2 yazaq. X və y plus 2 yazaq. Fx vurulsun f, fx üstə gəl y plus 2 bərabərdir. Fx kvadrat
Üstü gəl f x vurulsun y plus 2. Tamam. Bu birinci ifadədir. Yəni bunu birinci yazıblar. İkinci ifadə nə yazıblar? Bir də deyirlər ki, x ilə y plus 2 böl p yaz. X ilə y plus 2 böl p yaz. Fx fx x-ə dəymirik. Üstü gəl y, üstü gəl 2 böl p. Həqiqətən əslində solla sağ bərabərdir. Demək olarmı? Bəlkə demək olar. Yəni y plus 2. Yəni deyək bura y-dir. Bu bir y-dir. Y plus 2 bərabər nəyə? Y plus 2 böl p. Əslində həqiqətən bu iki ifadə bir-birinə bərabərdir. Bunlar eynidirlər. Bu qaydaya görə. Yəni y yerinə fx üstə gəl y yazsaq, həqiqətən bu iki ifadə bir-birinə bərabər çıxır. Çox maraqlı bir fakt istifadə ediblər. Və bu da bərabər nəyə? Fx kvadrat üstə gəl f x vurulsun nəyə? Y plus 2 böl p. Tamam. İndi mənə də aydındır həll. Deməli nə deyir? Bununla bu bərabərlər. Çünki buna bir dənə y kimi baxsam, buradakı y ilə baxsam. Y plus 2, yəni bu ifadə buna bərabərdir. Altdakı ifadəyə də buna da y basaq. Çünki bayaqki y-dir. Y üstü gəl 2 böl p-dir və yaxud da k-dır. Buna k demişdik də biz. Düzdür? P ilə k-nı eyni fikirləşin. Onda sol tərəfləri ifadələrin bərabərdir. Deməli sağ tərəflər də bərabər olmalıdır. Bununla bu bərabər olmalıdır. Onsuz da fx kvadratlar bərabərdir. Buradan nə nəticə çıxır? Nəticə o çıxır ki, f x vurulsun y plus 2 bərabərdir nəyə? F x vurulsun y plus 2 böl p. Və yaxud da 2 böl k yazaq. Bizim ədədimizi istifadə etsək daha yaxşıdır. Fərziyyəmizə. Tamam. Bu hissəsin buradan nəticə çıxır? F x vurulsun y. Yəni eyni şey çıxır. Və buradan nəticə tapırlar ki, f y buna bərabərdir. Nə tərsə x-in birindən qurtulub o birini yazırlar. Bu necə yazıblar? Çox maraqlıdır mənə də. Amma buradan başqa bir fikir ağlımıza gələ bilər ki, məsələn, birinci x, y-ni y-yə dönüşdürmək üçün y-in yerinə nə yazıblar? Y bölünsün x cinsindən bir ədəd. Çünki x, y həqiqətən y bölü x-ə vuranda bu alınır. 2x-dən qurtulmaq üçün nə lazımdır bizə? X-i nəyə vursaq 2x-dən qurtularıq? Çıx 2-yə. Həqiqətən y-in yerinə y bölü x 2 yazsaq, gəlin görək nə olur. Y-in yerinə yazırıq. Y bölü x çıxılsın 2. Burada alınacaq nə? Y yerinə y bölü x 2 yazsaq, yəni buraya qoysaq nə alınacaq? X-i vuranda y bölü x-i alınacaq y. Çıx 2-ni vuranda x-a nə alınacaq? Çıxılsın 2x. Üstə gəl 2x. Bu da bərabərdir f-y-yə. Tamam. Gəlin sağ tərəfdə də əvəz edəyək. Sağ tərəfdə əvəz edəyəndə y-in yerinə y bölü x yazanda burada alınır y, f-y. Çıxılsın 2x. Çıx 2x, üstə gəl 2x bölü k. Və əslində bu da nəyə bərabərdir? Elə bu da məsələdə verilən nəticəyə bərabərdir. Yəni məsələdə nə verilmişdi? 2p çıx 2 bölü p-yə bərabərdir həqiqətən də. Tamam. Deməli bu isə bir dəyişəndir. Yəni bu nəyə bərabərdir? Bu bərabərdir f, y üstə gəlinsin x vurulsun bir t. Yəni burada mənfi bir üstə gəlinsin t-yə baxaq. Buna bir tx deyək. Tamam. Deməli f, y bərabər nəyə? F, y plus tx-ə. Düzdür? Və buradan deyirlər ki, nəticə çıxır ki, f sabit ədəddir. Yəni bir dənə şeyimiz var, periyodumuz var. Amma periyodu mən istədiyim kimi dəyişə bilirəm. Yəni müəyyən bir x-dan ötürü, yəni bu ifadənin müsbət olduğunu fərz eləsək, 2 bölü p müəyyən qədər müsbət olacaq. Bu periyod dəyişir. Bu periyodu istədiyim qədər dəyişə bilərəm. Çünki x-in yerinə istədiyim ədədi qoya bilirəm. P də birdən böyükdür axı. Çünki bu ifadə 0 ola bilməz. Çünki bu 0-dan böyük bir ədəddir. Yəni bu c ədədi böyükdür 0. 0-dan böyük bir ədədi istədiyim x-a vurub, istədiyim periyodda bu ifadələri bərabər edə bilərəm. İstənilən ədədlər bir-birinə bərabər çıxarıla bilər. Yəni biz buradan əslində nə çıxardırıq? F, y plus d
bərabərdir f-y. İstənilən t üçün bu doğrudur. Çünki biz t-ni x-la idarə edə bildik. Onda bu bizə nə nəticə verir? İki variant var. Ya periyodumuz yoxdur. Yəni periyod həmişə sıfıra bərabərdir. Bu ifadə sıfıra bərabərdir. Əgər bu ifadə sıfıra bərabərdirsə, həqiqətən f inyektiv çıxır. Yox, sıfıra bərabər deyilsə, onda buradan f sabit çıxır. Yəni bu sıfırdan böyük olsa, f sabit çıxır. Yəni f constant olur. Bu da məsələn qutarır. F sabit ədəd olsa tapdıq ki, f2-dir. F sabit ədəd olmasa, f inyektivdir. Tamam. Onda biz buradan nəticə çıxardırıq ki, bayaqki k böyükdür 0 olsa, böyükdür 1 olsa, f sabitdir. Çünki biz tapdıq ki, f x gəl t bərabərdir fx istənilən t üçün. Yəni biz t-ni idarə edə bildik. F sabit olacaq buna görə. Və yaxud da k böyükdür 1 yox, k bərabərdir 1 olmalıdır. K bərabərdir 1 olduqda isə burada nə baş verəcək? F inyektivdir. Tamam. F inyektivdirsə, onda biz buradan fc-ni tapa bilərik. Fc plus 2 bərabərdir c kvadrat. Onda buradan çıxır ki, nədir? C plus 2 bərabərdir c kvadrata. Tamam. Buradan C2 çıxır. C2-ni tapmaq mümkündür. Tamam. C2 nə deməkdir? Əslində C nəyə bərabər idi? F1 plus 1-ə. Onda biz buradan tapırıq ki, F1 1-ə bərabərdir. Tamam. F1-in 1 olduğunu tapdıq. Axır ki, başqa bir qiymət tapa bildik. İndi biz burada x-in yerinə 1 qoyurlar. Səhvim yoxdursa, x-in yerinə 1 qoyanda nə alınır? Fy plus 1 bərabər nəyə? Fy plus 1-ə. İndi biz oxşuyur bu nəyə? Koşi funksional tənliyinə. Əgər koşi funksional tənliyi olduğu ispat eləsək, məsələ bitəcək. Çünki koşi funksional tənliyi hüdudlu bir, məhdud bir yerdə təyin olunubsa və məhdud yer nədir? Müsbətdən müsbətə. Yəni f funksiyası məhduddursa və həqiqətən də f funksiyası həqiqətlərdə müsbət çoxluqdan məhdud olduğu üçün bu çox məşhur bilinən bir faktdır ki, bu ifadədə koşi funksional tənliyinin həlli fx bərabərdir kx olur. Bunu tapmaq olur. Amma birinci gəlin koşi funksional olduğunu tapmağa çalışaq. Fy plus 1 fy plus 1-ə bərabərdir. Buradan sonrasını həll eləmişdilər. Gəlin o hissəyə də baxaq. Tamam, f1-i tapdıq, fx plus 1-i tapdıq. Bir də xy plus 1 qoyurlar. Tamam, xy və xy plus 1 qoyurlar. Gəlin xy plus 1 qoyaq bizdə. Fx vurulsun fx. Üstü gəl y plus 1. Bu nəyə bərabərdir? Əslində elə bunu əvəz edəyək. Yəni bu hissəni əvəz eləsək, bərabərdir fx. Bunun yerinə yaza bilərik. Fy plus 1. Yəni f. Gəlin böyük mörtəzədə f, fx. Üstə gəl y. Üstə gəl 1 yazaq. Elə bir açdıq. Bu 1-i içərdən çölə çıxardıq. Fy plus 1-də y saldıq, 1-i çölə çıxardıq. Tamam. Bərabərdir nəyə? Bu ifadədə olacaq fx kvadrat. Üstə gəl f x vurulsun y plus 1. Tamam. Bir də bizim məsələnin orijinalında nə var idi? Fx vurulsun fx üstə gəlinsin y bərabər idi nəyə? Fx kvadrat üstə gəl fxy-yə. Tamam. Biz bunu nəyə görə yazdıq? Çünki həmin ifadə ya burada var. Birinci ifadə nəyə bərabərdir? Fx kvadrat üstə gəl fxy. Bunu əvəz edək. Alınacaq fx kvadrat üstə gəl fxy. Həmçinin bizim əlimizdə bir dənə şey var. Fx-i müsbət 1-ə vuranda bir dənə də fx alınır sol tərəfdə. Tamam. Sağ tərəfdə nəyimiz var? Fx kvadrat üstə gəl f xy üstə gəl x. Fx kvadratlar gedir. Yerdə qalan nəticəyə baxaq. Xy-yə də bir dənə z desək. Çünki xy y-dən asılı olaraq dəyişir. X-in çox da bir önəmi yoxdur. Y-in yerinə hətta yaza bilərəm nə? Gəlin hətta y-in yerinə əvəz edəyək. Y-ni əvəz edəyək.
y bölü x-la. Y-ni y bölü x-la əvəz edəndə nə tapılır? Sağ tərəf bərabərdir fx plus y, sol tərəf bərabərdir fx üzəgəl y. Və biz buna Cauchy funksional tənliyi deyirik və f r müsbətdən r müsbətə gedəndə Cauchy funksional tənliyinin həlli nədir? Fx bərabərdir k x-a bərabərdir. Yəni məhdud olduğuna görə. Bəlkə də inyektiv olduğuna görə də deyirlər. F inyektivdirsə Cauchy funksional tənliyi ödənir. Amma çox güclü bir fakt deyil. Əsas odur ki, müsbət həqiqi ədədlərdə müsbət həqiqi ədədlərə, yəni hüdudlu bir domeində Cauchy funksional tənliyi nədir? Lineardır, yəni xətti tənlikdir. Və bu xətti tənliyi də yerinə qoyub yoxlasanız, görəsiniz ki, k bərabərdir 1 tapılır və bu məsələ də bununla da tamamlanmış olur. Bunları görmək, bəli, biraz vaxt aparır. Yəni bunları çox tez həll eləmək olmur. Bəlkə də daha rahat həlli də var. Bununla da razıyam. Amma maraqlı bir həldir. Yəni inyektivliyin isbatı ilə bağlı bir fərqli bir həll yoludur. İnyektivliyi isbat eləyəndə başqa bir həll, inyektivlik səhv olanda isə başqa bir həll tapıldığını görmüş olduq. Ümumi olaraq imtahan sualları maraqlı idi. Yəni bütün suallar çox maraqlı idi. Mənim ən çox vaxtımı aparan bu 4-cü sualla 2-ci sual oldu. Yəni 2-ci sualı tapmaq, ən azından öz üsulumla tapmağa çalışdım. Hər bir sualı. Yəni həndəsədir, birinci sualdır. Bunların hamısını özüm tapdım. Yəni öz yanaşmalarımdır ki, intuisiyanı daha yaxşı başa düşüm. Həmçinin də şagirdlərin də gələn dəfə belə bir sual düşəndə necə həll edə biləcəyini vurğulaya bilək ki, hə, bu intuisiya əvvəl istifadə olunubdur və biz gələcəkdə istifadə edə bilərik. Ümumi olaraq çox maraqlı suallar idi. Nə qədər vaxt verildiyini bilmirəm, amma RUFO-dan çətin olduğu üçün böyük ehtimalla, məsələn, daha asan suallara öyrəşən uşaqlar müəyyən qədər çətinlik çəkmiş ola bilərlər. Amma fikrimcə 2 sual və daha artıq yazan uşaqlar da olacaq. Çünki beynəlxalq arenada deyə, beynəlxalq arenada bu tip suallar və bu tip həllərlə qarşılaşmaq çox normaldır. Ümid edirəm suallardan zövq almışsınızdır, həmçinin həllərdən də zövq almışsınızdır. Bu bizim sonuncu Beynəlxalq Olimpiada Mərkəzindən seçmə imtahanı videomuz idi. Artıq bununla da bütün seti tamamlamış olduq. Həm əvvəlki ilin suallarını isbat elədik, göstərdik və izah elədim. Həmçinin də yeni imtahanlardan sonra o sualları da izah eləməyə çalışdım. Əgər bir səhvim olmuşsa, siz kommentlərdə yaza bilərsiniz və yaxud da mənə WhatsApp üzərindən də yaza bilərsiniz. Müzakirə edə bilərik. Tamamilə hər bir sual və həll müzakirəyə açıqdır. Bəlkə də ola bilsin yanlışlarım var, bəlkə də ola bilsin daha qısa həllər var. Amma mən sözün açığı uzun illər sonra suallardan çox zövq aldım. Oldu. Təşəkkürlər qulaq asdığınız üçün. Sağ olun. Gələcək videolarda görüşərik.